Salam hər bir kəsə. Bu videonu çəkirəm xüsusilə Rusiyadan gələn qardaşlarımıza. Gözəl bağlı, bağçalı ev istəyənlər buyursunlar, zəng olsunlar mənə. Evin kutsası da əlimdədir. Gözəl 8 sotun içində. Bura Mehdiyabaddır. Paket kutsalı evimiz satışdadır. 6 otaq, 2 sanuzel, 220 kvadrat. Həyətində 30-dan çox gözəl meyvə ağaçları. Yaxınlaş qardaşlar. Gözəl almasıdır, armududur, nar ağaçlarıdır. Hər bir şey ideal bir vəziyyətdə. 8 sotun içindədir. Torpağın da kutsası var, evin də kutsası var, məndədir. Gedirik notarial qaydada, alqı satqımızı edirik. Qiymət 245.000 manat. Gəl bu meyvə ağaçlarını da göstərək. Nar ağaçlarıdır, heyvadır. Haral yoxdur. Nə desəniz buradadır. Kənarda meyvə almaq olmayacaq, lazım deyil. Gəl navesin altını da göstərək. O da 150 kvadratlıq navesimiz də var. %50 kvadrat təhsə burada navesdir. Kanallar, qaban daşlardır gördüyünüz kimi. Buradan başlayıb 25 metr uzunluğunda üzüm talları, gözəl üzüm salxımları. Bura vahşi park, sağ sol üstün qızıl güllər. Mehdiyabad Savxoz yoldur bura, bir daha deyirəm. Nurlan marketdən 100 metrlik. Əla bir yerdədir, məhəllənin də başlanğıcıdır. 8 sotun içində, baş yerdə maraqlıdır, yaxşı bir maşın, üstündə pul olmaq şərtindən. Real alıcılar, ciddi müştərilər mənlə əlaqə saxlasın, xüsusilə Rusiyadan gələn qardaşlarımız. Sağ olun. Burada da 25 tonluq yerin altında ehtiyac su anbarımız var. Bura evimizin girəcək hissəsidir. Keçid edirik, burada sanuzeldir, aşağı mərtəbənin. Belə bir sanuzelimiz var. Keçid edək hola. Evimizin zal hissəsidir bura. 42 kvadratdır. Buradan keçid eləyək aşağı mərtəbənin yataq otağına. Keçid eləyək mətbəxə. Zal studiya gedir aşağı mərtəbə. Zal studiya və bir ədəd mətbəx. Keçid eləyək evin yuxarı mərtəbəsinə. Aşağı mərtəbəsində belə bir pləkanın altında kaladovkası da var. Zövqlə bəzədilmiş belə bir pləkanları. Davam edirik yuxarı mərtəbəsinə. Bu evimizin kamera sistemidir. Keçid edək yuxarı mərtəbənin yataq otaqlarına. Bura bir yataq otağımızdır. Diğer yataq otağı. Üçüncü otaq yuxarı mərtəbənin. Və sonuncu, dördüncü otaqdır bura. Keçid eləyək sanuzeli göstərim.
Evin sənəti Kupçadır. Kupçasında qeyd olunub 183 kvadrat. Mərkəzi yolun 150 metrliyində inşa olunubdur. Real alıcılar əlaqə saxlasın. Bu arter maraqlıdır, Nizami rayonunda mənzillə və yaxud avtomobil üstündə pul olmaq şərti ilə.